Daşqın Məzahir 14 il siyasi tustaq olur. Buraxılmağına 3 il qalanda anası vəfat edir, buna bildirmirlər. Hətta heç kəsi olmur, bu qadına baş daşı da qoymurlar. Daşqın Məzahir türmədən azad olub qaydanda el bunu qarşılayır, deyir, yox, ilkinə qəbristanlığa gedəcəm, anamı ziyarətə. Deyirlər, anan ölmüb, deyir, yuxusunu görmüşəm. Cəmaat pis olur ki, ona biz xatirə daşı qoymamışıq. Məzahiri biz hara aparaq? Hamıdan qabağa adlayır, haradakı anası dəfn olunub, həmən torpağın üzərində dayanır ki, mən yuxumda görmüşəm, anam burada yatır. Orada yazır ki, ana, sən yatdığın qara torpaqda, saysız cavan yatır, ixtiyar yatır. Aynasız, qapsız zülmət otaqda, yüzlərlə ay kimi vəfadar yatır. Bax, burada qonşudur, ölən, öldürən, ağlayan, ağladan, gülən, güldürən. Süleyman mülkünü bölən, böldürən sərkərdələr yatır, hökmüdar yatır. Gör nələr yazılıb hər başdaşına, canlar həsrət qalıb can sirdaşına, illərlə qovrulan eşq ataşına, yüzlərlə ay kimi vəfadar yatır. Daşqın amayana bir könlü xəstə, sənsiz yaşayıram sanki qəfəsdə, bir gün deyəcəklər qəbrimin üstə, burada şair yatır, sənətkar yatır, ana, sən yatdığın qara torpaqda, saysız cavan yatır, ixtiyar yatır.